Könlümün ağı cennettir bahçesi bağı. Derdi olup sine dağı cennet mekanım gülüdür. Şərur, Dərələyəz bölgəsinin qədim yurtlarından biri Gülüdüz. Bugün qürbətə dönən, babaların daş qoyub ban evlər tikdiyi, doğma torpağına baş qoyduğu vətən. Dərələyəzin güllü çiçəkli düzü, ata-baba yurtlarından biri Gülüdüz. Toy şənliklərinin, yaxşı yamanın, gözəl təbiətin, doğma torpaqların təamı ağızlarına dad olan övladları üçün indi kədər dolu tarixə dönən Gülüdüz. Dərələyəzdə ən gözəl təbiətli yerlərdən biri də Gülüdüzdür. Gülüdüzün göy yaylaqları, laçın qayaları, şırşır bulaqları adamı heyran edir, vali edir. Orada o qədər çiçək var ki, o qədər gül çiçək var ki, o qədər dərman bitkilər var ki, ətirindən adam yeriyəndə adam doyur. Gülüdüz, Nəblər, Qavuşuq, Xostun, Xorbadıq. Bu kəndlərin hamısı bir nəsildir, bir köydür. Babaların adı Həsəndir. Hətta ən qədim dövrlərdə ulu babalarımız müəyyən müharibələr dövründə köç eyləyiblər, gəliblər Qarabağa, Suma Güllücüyə gəliblər. Ondan sonra Ağdəriyə gəliblər. Ağdəridə Həsən İrzadında kənd vardı. Qozlu körpüsündən aşağı, Tərtər çayının üstündə. Onun adını indi ermənilər Hatek qoyublar. O kənd həmin Gülüdüzdə olan Məşəd Məmmədxanların babalarının kəndidir. O cümlədə mənim də ulu babamın kəndidir. Gülüdüz başımın tacı, odur derdimin elacı. Yok olup keklik turacı, cennet mekanım Gülüdüz. Gülüdüzü Arpa çayı hövzəsinin yuxarı axındadır. Arpa çayının yatdığı teras üzərində yaranıbdır. Gülüdə mənə belə gəlir ki, orada çox yüksək məhsul verən, ondan sonra heyvandarlığın inkişafı üçün çox böyük lazım olan gülül bitkisinin bitməsi ilə əlaqədardır. Yaxşı otlaqlar, zəngin otlaqlar üçün o çox faydalı yem bitkisidir. Çox ehtimal ki, gül də elə gülül sözündən əlaqədar olaraq yaranır. Gülüdüz, ümumən Dərələyəz mahalı və ümumilikdə götürəndə Qərbi Azərbaycan hər birimizin ürəyindədir, qəlbindədir. O ərazilər o qədər gözəl, o qədər özünə məxsus təbiəti malikidir ki, bu əraziləri itirmək, xatırlamaq çox çətindir. Gülüdüz ümumən Dərələyəz mahalının ən ucqar yerində yerləşən bir düzəngahdan ibarətdir. Hər iki tərəfi Arpa çayının qolları olan çaylarla əhatə olunmuş, düzənlik və adından da göründüyü kimi güllərlə əhatə olunmuş, çəmənliklərlə əhatə olunmuş, meşəklərlə əhatə olunmuş bir ərazidir. Dillərdə əzbər ağşanın, yada qalıb beçabalın. İtməyəcək şöhrət şanın, cənnət məkanım Gülüdüz. Gülüdüz kəndi Dərələyəz mahalının Keşkənd rayonunun Ələyəz dərəsində yerləşmişdi. Gülüdüz kəndi çox gözəl, hər birimizin bütün o fikrimiz, düşüncəmiz, xəyalımız həmişə Gülüdüzün yanında qalıb. Gülüdüz kəndi o vaxtlar iki hissədən ibarət olub. Aşağı Gülüdüzü və yuxarı Gülüdüzü kətləri. Aşağı Gülüdüzü kəndinin bir adı da Nəblər olub. Nəblər kəndi 30-cu illərə qədər ayrıca kək kimi fəaliyyət göstərib. Lakin 30-cu illərdə ermənilər Azərbaycanlı kəndlərinin sayını azaltmaq məqsədi ilə bu kəndi köçürdüb, yuxarı Gülüdüzü kəndi ilə birləşdirmişdilər.
Ormanların çemen çiçeği, kız gelinin güzel göçeği. Gözle el oban mütlak gelecek, cennet mekanım gülüdüz, derde dermanım gülüdüz, cennet mekanım gülüdüz, derde dermanım gülüdüz, abayat aman. Mən doğulduğum kənd Ələyəz kəndidir. Ata yurdumdur, doğma vətənimdir. Ancaq Gülüdüz isə mənim ana vətənimdir. Çünki anam orada doğulmuşdu. Anam böyük bir ailədə Hacı Fəzəloğlu Hüseynin qızıdır. Mən onun nəvəsiyəm. Gülüdüz çox gözəldir. Elə adından da görsənir ki, gözəl kənd. Güllüdüz mənasındadır. Həmişə güllüdür, şəhli. Üç kəndin demək qovşağında yerləşir. Bunun adlarına da məlum olur ki, məsələn, Gülüzə yaxın kənd Gədik və Gədikdə vəng mənasını verirdi. Onun böyründə Qaraqaya kəndi, qarşısında Qaraqaya vardı, o adı oradan almışdı, sırf türk adıydı. Aşağı Qovşuqkən dərələrdən gələn bulaqların qovşağı yeri olduğu üçün Qovşuq adlanırdı. Solda Qabaqlı kəndi vardı ki, qarşıla, qabaqla qonağı. Ay səsi deyirdilər, sonralar ona Qızılgül adı vermişdilər. Oradan aşağı isə mənim doğulduğum vətən Azərkənd Ələyəz. Mənası əyləngəz mənasındadır. Bu torpaqlar sırf türk torpaqları olmuş və mənə elə gəlir ki, özümüzə qayıtmalıdır. Ata yurdu, doğulduğun el-oba dünyanın hər yerindən gözəl və nurludur. Yurd övladı üçün ayaq açıb yeridiyi, dünyaya boylandığı yeri canının bir parçası saymalıdır. Bu təbii harmoniyanı ölümdən başqa bir şey ayıra bilməz. Bu ilahi məhəbbətlə dağı dağ üstə qoymaq olar. Gülüdüz lap qədim dövrlərdən sırf türk, Azərbaycan torpaqları olmuş.